Gündə nə qədər yeriyim ki, həyatım uzansın. Bilirsiniz ki, durmadan verdiyimiz məsləhətlərdən biri də yerimək və idman etməkdir. Amma bir çox insan da bunun üçün şərait və vaxt tapmadığını ifadə edir. İndi Amerikada 5800 insan üzərində, gənc insan üzərində belə bir tədqiqat aparılır ki, bu insanların bir hissəsi düzənli gəzənlər, düzənsiz gəzənlər və az gəzənlər. Bunların həyat müddətini araşdırırlar. Həyat müddətini sadəcə ondan sonraki illər ərzindəki həyat müddətinə görə aparmırlar. Burada leykositlərin telomer uzunluğu deyilən bir məfhum var ki, bu illər keçdikcə, yəni biz yaşlandıqca qısalır və bu bizim həyat müddətimizi göstərir və bir də bunun uzunluğunu ölçməyə başlamışlardır. Tədqiqatda görülmüş ki, hər gün 20 dəqiqədən çox gəzən, yəni həftədə 150 dəqiqə gəzən insanlarda bu qısalma çox az olur və bu insanların həyat müddəti 7-8 il uzanır. Onun üçün də həftədə 150 dəqiqə və yaxud heç olmasa gündə 20 dəqiqə sürətlə gəzmək sizin həyatınızı uzadacaqdır.